Salam hörmətli izləyicilər. Bugünkü təqdimatımızda risklər, onların mahiyyəti, növləri, idarə edilməsi və qarşısının alınması yolları barədə ətraflı məlumat verəcəyik. Risk nədir? Risk gələcəkdə baş verə biləcək hadisələrin nəticələrinin qeyri-müəyyənliyi və mümkün mənfi təsiri ilə bağlıdır. Risk ilə bağlı əsas məqamlar bunlardır. 1. Qeyri-müəyyənlik. 2. Mənfi nəticələrin ehtimalı. 3. Seçim və qərarlarla bağlılıq. 4. Müxtəlif formalarda özünü göstərmə. Risklərin növləri aşağıdakılardan asılıdır. Maliyyə riski, pul itkisi və ya maliyyə vəziyyətinin pisə getməsi ehtimalıdır. Məsələn, investisiyaların dəyərinin düşməsi, kreditin ödənilməməsi, valyuta məzənnəsinin dəyişməsi. 2. Əməliyyat riski, iş prosesində insan səhvləri, texniki nasazlıqlar və ya daxili sistem problemləri səbəbilə yaranan riskdir. Məsələn, mühasib səhv hesablaması, proqram təminatının işləməməsi. Strateji risk, şirkətin və ya fərdin uzun müddətli planlarının uğursuzluqla nəticələnməsi riskidir. Məsələn, yanlış biznes strategiyası, bazar tələbatını düzgün təxmin etməmək. 4. Kredit riski, borc alan şəxsin və ya təşkilatın borcunu vaxtında və tam ödəyə bilməməsi riskidir. Məsələn, müştərinin ödəmə qabiliyyətinin zəif olması. 5. Bazar riski, maliyyə bazarlarında qiymətlərin dəyişməsi nəticəsində zərər riskidir. Məsələn, səhmlərin qiymətinin düşməsi, valyuta məzənnəsinin dəyişməsi. 6. Likvidlik riski, tələb edildikdə aktivlərin tez və sərfəli şəkildə nəqd pula çevirə bilməməsi riskidir. Məsələn, tez pul lazım olan zaman mal və ya aktivləri sata bilməmək. 7. Hüquqi, yəni uyğunluq riski, qanun və qaydalara əməl etmədikdə yaranan riskdir. Məsələn, vergi qanunlarını pozmaq və ya müqavilə şərtlərinə əməl etməmək. Risklərin idarə edilməsi. Risklərin idarə edilməsi, riskləri tanımaq, qiymətləndirmək, nəzarət etmək və uyğun tədbirlər görmək prosesidir. Məqsəd mümkün itkiləri azaltmaq, gələcəkdə gözlənilməz zərərlərin qarşısını almaqdır. Risklərin idarə edilməsinin əsas addımları olaraq risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, prioritetləşdirilməsi, risklərin idarə edilməsi strategiyalarının seçilməsi və tətbiqi, habelə risklərin monitorinqi və yenilənməsini göstərmək olar. Risklərin qarşısının alınması üsulları. Riskdən qaçınma. Bu üsulda riskli fəaliyyətlərdən tamamilə imtina edilir və ya riskin baş verilməsi mümkün olan şəraitdən uzaq durulur. Məsələn, yüksək riskli bazarlarda investisiya edilməməsi, ailənin sağlamlığını qorumaq üçün təhlükəli idman növlərindən qaçılması, riskin azaldılması. Bu yanaşmada riskin baş verməsi ehtimalı və ya təsiri azaldılır. Burada məqsəd riskin qarşısını almaq deyil, onu minimuma endirməkdir. Məsələn, şirkətlər keyfiyyət nəzarəti gücləndirərək əməliyyat riskini azaldır. Sığorta olaraq maliyyə risklərini azaldırsınız. Bazar analizi apararaq investisiya risklərini azaldırsınız. Riskin çatdırılması. Bu yanaşmada risk başqa bir tərəfə ötürülür. Riskin bəzi hissələrini öz üzərinə götürmək yerinə başqa bir tərəfə, məsələn, sığorta şirkətinə və ya tərəfdaşınıza ötürürsünüz. Məsələn, sığorta almaq, yəni iş yerində baş verən qəzalar, maliyyə itkisi və ya təbii fəlakətlər üçün sığorta nəzərdə tutulur. Müqavilələr bağlamaq və riskləri hüquqi yolla tərəfdaşlara ötürmək. Riskin qəbul edilməsi. Bəzən riskin qarşısını almaq və ya azaltmaq mümkün olmur. Belə hallarda riskin qəbul edilməsi və ya təbiətinə uyğun davranılması seçilir. Məsələn, yüksək faizli kreditlərə yatırım etməklə bağlı riskin qəbul edilməsi. Kənd təsərrüfatı işlərində hava şəraitinin qeyri-müəyyənliyi ilə bağlı riskin qəbul edilməsi. Diversifikasiya, riskin yayılması və müxtəlif sahələrə bölünməsi üsuludur. Bu metod riskin toplanmaması və dağılıb azaldılması məqsədini güdür. Məsələn, investisiya portfelinizi çeşidləndirmək, yəni fərqli sektorlara və aktiv növlərinə yatırım etmək.
Məhsul xəttini genişləndirmək, yəni fərqli məhsul və xidmətlər təklif edərək şirkətinizin riskini azaldın. Riskin monitorinqi, riskin idarə edilməsi və qarşısının alınması yalnız vaxtında izləmə və yenilənmələrlə mümkün olur. Risklərin daimi izlənməsi və dəyərləndirilməsi nəticəsində yeni risklər yaranarsa, vaxtında müdaxilə edilə bilər. Məsələn, maliyyə bazarlarını izləmək və risklərə uyğun qərarlar qəbul etmək. Şirkət daxilində əməliyyat risklərinin izlənməsi və qarşısının alınması üçün mütəmadi olaraq təhlil aparmaq. Nəticə: risklərin qarşısını almaq üçün ən yaxşı yanaşma kombinasiyalı strategiyalardan istifadə etməkdir. Müxtəlif risklərə qarşı fərqli yanaşmalar tətbiq edilməli və daimi olaraq yenilənmiş risk idarəetmə planları hazırlanmalıdır. Bu həm şəxsi, həm də iş həyatında daha güclü və təhlükəsiz qərarlar verməyə imkan tanıyır.